incə deyilir, ra qalın deyilir. Bu'sira, bu'sira, mə iki səs qədər uzadır. Fil qubur. Ra hərfini demək vəqf eləyirik. Yox, ayə sona yetir. Ra hərfindəki kəsrə atılır. Üstünə sükun gəlir. Kəsrə ilə ra oxunanda incə oxunur, amma sükun gəldikdə oxunur nə? Qalın şəkildə oxulacaq. Fil qubur. Fil qubur şəklində oxuyacağıq. Və hussilə, və hussilə, hussilə də hə boğazdır. Sad hərfini demək ki, deyərkən saddan sonra ılaşır. Bu sad hərfinin demək tələbinə görədir. Və hussilə, və hussilə sad hərfi qalın oxuyur. Yəni dil kökündən yuxarı qaldırır. Və hussilə, lə incə samitdir. Bu incəliyin çıxartmaq lazımdır. Sadın məxrəcindən tez çıxıb ləyə yetişmək lazımdır. Bəzi Quran oxuyanlar bunu və hussila şəklində oxuyurlar. Çünki sad hərfinin məxrəcindən çıxa bilmirlər. Hussilə, hussilə, mə fissudur. Fissudurda fi uzanmır. Sad hərfi qalın oxurur. Du'da vəq burada məddə arizdir. Du, ra hərfi demək